Abşeronda ödəniş terminalını uğurlamaqda şübhəli bilinən şəxs də saxlanılıb. O hadisəni törədərkən sərxoş olduğunu deyib, amma bu onu məsuliyyətdən azad etmir. Abşeron rayon polis idarəsinin əməliyyatçıları Qobu qəsəbəsində fəaliyyət göstərən apteklərdən birində quraşdırılan ödəmə terminalını uğurlamaqda şübhəli bilinən 18 yaşlı Mehman Əlizadəni saxlayıb. Polisdən verilən məlumata görə Mehman ödəmə terminalını yerindən qoparıb sürüyərək tünlük yerə aparıb. Orada terminalın ekranını sındıraraq içindəki pulları çıxarmaq istəsə də cəhdi boşa çıxıb. Gecə idi, içdim. Birdən yadıma düşdü ki, yedim pay-point yaparım. Getdim aptekə. Birinci kassiyada baxdım. Pul var idi 6 manat, onu götürdüm. Sonra şunu razı atdım, qırdım, pay-pointi çıxartdım bayra. Sürdüm, apardım yolun özünə. Açmaq istədim, aça bilmədim. Səhərə yaxın idi, gördüm adamlar gəlir. Atdım hər şey, qaçdım gəldim.